Bərabər tərəfli konsun daxilinə səthinin sahəsi 36 pi olan belə bir sfera çəkilibdir. Konsun həcmi soruşulur. 4 pi r kvadratı 36 pidirsə, r kvadratı 9-dur, radiusumuz 3-dür. Belə bir ABC-də növü bərabər tərəfli olduğundan elə bil daxilinə çevrə çəkilibdir. Radiusu 3-dür. Bu kürənin radiusudur. A kök altında 3 böl 6-nı 3-ə bərabər eləyəcək. Niyə A kökdə 3 böl 6-nı? Çünki növünə görə bərabər tərəfli konus ox kəsiyi bərabər tərəfli 3 bucaqdır. Bu bucaqlar 60-60-dır. Onda A bərabərdir 18 böl kökdə 3, yəni 6 kökdə 3-dür. Tərəf 6 kökdə 3-dür. Hündürlüyü çəksək. Hündürlük BO 60-ın qarşısıdır. 30-un qarşısı 3 kökdə 3. 60-ın qarşısı kökdə 3 misli olan 9-dur. Və 3'də 1 pi r kvadratı vurulsun h-dır. 3'də 1 pi vurulsun r konsun hündürlüyüdür bu arada. Konsun hündürlüyü r konus 3 kökdə 3'dürsə kvadratı 27 eləyir. Hündürlüyü 9'dur. Cavabımız 81 pidir. A variantı.